Hörmətli izləyicilər, çətin relyefli bir bağ massivinin hasarının fundamentini veririk. Çəkib paylaşıram ki, bəlkə sizə də nə vaxtsa faydalı oldu. Deməli, hörmətli izləyicilər, bu başdan o biri başda 100 metr məsafədə 9 metr fərqimiz var. Deməli, gördüyünüz kimi bu ərazini düzəltmişik və birdən pillə verə bilmədiyimizə görə buranı 50-60 cm qaldıra gedirik. Qabağını mişardaşı ilə hörürük və bu hissəni 40 cm hördük, 60 cm hördük. Bu hissəni bərabərləşdirdik. İndi isə burun qarşısından biz sütun çıxardıb birləşdirəcəyik. Bu hissəyə gedəcəyik və həmin o cür pillə-pillə gedib 9 metr hündürlüyə çıxacağıq. Buradan gəlmişdir kəmər və bu hündürlüyündə biz pillə vermişik. Daha sonra yenə də pillələrlə kəmərimiz davam edir. Hörmətli izləyicilər, bu dərinliyə düşmüşük biz. Ona görə ki, bu divardan 1 metr, 1 metr 20 santimetr sonra bizim inşallah evimiz tikiləcək, evimiz başlayacaq. Və bunun da bünövrəsi, evin bünövrəsindən aşağıda olmalıdır ki, sabah bir xata əmələ gəlməsin. Budur, betonumuzu da sığallayırıq. Hörmətli izləyicilər, çətin relyefli bir bağ massivinin hasarının fundamentini veririk. Çəkib paylaşıram ki, bəlkə sizə də nə vaxtsa faydalı oldu. Deməli, hörmətli izləyicilər, bu başdan o biri başda 100 metr məsafədə 9 metr fərqimiz var. Deməli, gördüyünüz kimi bu ərazini düzəltmişik və birdən pillə verə bilmədiyimizə görə buranı 50-60 cm qaldıra gedirik. Qabağını mişardaşı ilə hörürük və bu hissəni 40 cm hördük, 60 cm hördük. Bu hissəni bərabərləşdirdik. İndi isə burun qarşısından biz sütun çıxardıb birləşdirəcəyik. Bu hissəyə gedəcəyik və həmin o cür pillə-pillə gedib 9 metr hündürlüyə çıxacağıq. Buradan gəlmişdir kəmər və bu hündürlüyündə biz pillə vermişik. Daha sonra yenə də pillələrlə kəmərimiz davam edir. Hörmətli izləyicilər, bu dərinliyə düşmüşük biz. Ona görə ki, bu divardan 1 metr, 1 metr 20 santimetr sonra bizim inşallah evimiz tikiləcək, evimiz başlayacaq. Və bunun da bünövrəsi, evin bünövrəsindən aşağıda olmalıdır ki,